artıq bir dənə bir etirazdır. Bu artıq bir dənə bir fermerin fəryadıdır. Bu belə davam edə bilməz. Mən bu ölkədə buna etiraz edən bir dənə mənəm elə təkcizənə. Mən danışanda deyirlər ki, sən niyə danışırsan? Çox danışırsan, vəbşə onu südün götürmüyor. Çox danışırsan, vəbşə almırıq. Yəni bu kimi problemlərlə biz nə vaxta kimi rastlaşacağıq? Ay millət, ay başda dönüb sizi. Bu günləri əsl zəhmətkeşlərə, əsl fermerlərə buradan səslənirəm. Bu heç cürə biz nətər ayaqda qalaq, biz nətər yaşayaq ayaq üstə. Bu günləri ölkəmizdə südün qiyməti neçəyədir? Biz kimlərin əlində qalmışıq? Biz zülümlə istehsal etdiyimiz südü bizdə neçəyə alırlar? Baxın, mənim bu günləri qarşımda bizim heyvanlarımızın səhər sağımında 60 litr süd var mənim qarşımda. Yəni bunlar gəlirlər südü bizdən. Bax bu bankanı. Bu gördüyünüz banka ki var, bir 3 kiloluk banka. Bir 3 kiloluk banka sütü bizden 45 qəpiyə alırlar. Bunun litri düşür 15 qəpiyə. Yani bu günler fermerden alınan sütün qiyməti budur. 15 qəpiyə mən bu tay gördüyünüz bu ot tayalarına mən 7000 manat pul vermişim. Hələ bir 200-250 presdə hardasa mənim ot almalıyım ondan sonra ki, mənim qış tədarükümü görə bilim. Mən 15 qəpiklə mən nətər ayaqda qalım? Sonra deyirlər ki, kətdə kətçilər yaşamırlar. Kətdə kətçilər heyvan saxlamırlar. Bundan xəbər olan varmı ki, mənim südümü 15 qəpiyə alırlar? 1 kiloluk qatığın bu günləri qiyməti ölkəmizdə 5 manatdır. Məndən 15 qəpiyə alınan südün apar içinə mayatır 5 manatdan balonun qatığını satır. Yəni bu belə olmaz axı. Mən heyvanlarla məşğul olan bir adamam. Mən buradan südümü aparıb, dalma şəhərlərimi aparıb, Bakıda mən qapı süd satmalıyam. Bu dünyanın harasında 15 qəpiyə südü var? Dünyanın harasında bu vəziyyət var? Bu vəziyyətə bizi salanlar kimlərdir? Mən bütün fermerlərə səslənirəm. Mənə dəstək olun. Mən ölkənin aidiyyəti qurumlarına, Kənd Təsərrüfatı Nazirinə səslənirəm. Bizim səsimizə səs verin. Bu belə davam edə bilməz. Mənim inəyim nə qədər süd verməlidir ki? Nə qədər süd verməlidir ki, bu inek 15 qəpikdən bu inek öz mayasını çıxarsın? Mən çox istəmirəm, amma heç olmasa bunu bizdən 1 manat alsınlar da. 1 manat alsın, aparsın 5 manata satsın. Mən artıq şey istəyirəm. Yaxşı. Hələ mən yaxşı bilirəm ki, ölkəmizin bəzi yerlərində bunu 40 qəpiyə alırlar bankasını. Bəzi yerlərdə 50 qəpiyə alırlar. Axı bu belə davam edə bilməz. Bu bir mənə deyirəm ki, südü verməyəcəksən, deyir verməyəsən, nə edəcəksən? İtə tökəcəksən də. Uzaqbaşı toyuğa cücə tökəcəksən. Və mən həmin insana səslənmək istəyirəm. Bu süd mənimdir. Mən bunu nə zülümlə, görürsünüz mənim üstüm başımı, şalvarımın dizinin başının kirinə baxın. Tezdən yuxudan o başlarından dururam. Mənə yuxudan duranda əlimə lapatka alır. Mənə deyir, südü tökəcəksən o ana, dəyitə tökəcəksən. Bəli, mən südümü tökəcəm o ana. Tutacam o belə götürünə, tökəcəm o ana südümü. Amma onu bil ki, mən 15 qəpiyə süd verməyəcəm. Tadım ki, mənim südümün qiyməti düzələnə qədər, tadım ki, mənim südüm, mənim tələblərim yerinə yetirilənə qədər, mən heç kimə süd verməyəcəm. Ya bu malı tələf edin, mən də kötü gedəcəm Bakıya, hamısı nə var, satıb onun dəmirin, daşın, heyvanın, satıb mən də çıxıb gedəcəm Bakıya, ya da ki mənim südümü bir insan qiymətinə götürür. Demir ama mənim südümün litrini 1 manata götür. Heç olmasa bunun bankasını 1 manata götür ki biz de ayaqda qala bilək də. Heç olmasa bizim inəyimiz verdiğimiz südü bunun bankasını 1 manata götür ki otumuzun yemimizin pulunu çıxarda bilək də. İrəli getməyək, heç olmasa yaşaya bilək, sürünməyək. Bu qədər. Mən bütün fermerlərə səslənirəm ki bizə dəstək verin. Bizə dəstək verin, südünüzü ucuz qiymətə verməyin. Verirsiniz özünüz bilərsiniz. Amma ki bu belə olmaz. Kənd Təsərrüfatı Naziri, hörmətli Məcnun Məmmədov, sizdən artıq xahiş edirəm. Bizə sahib çıxın. Bizi qurtarın bu mafiyanın əlindən.